Baxın, Pasxa həqiqətdə bu kuliç deyil. Bu rənglənmiş yumurtalar deyil. Pasxa bu istirabdır. Pasxa bu azadlıqdır. Pasxa bu məhəbbətin bir gücüdür. Pasxa göylərdən düşən bir nemətdir. Pasxa bizlər üçün gəldi. Bizlər üçün gəldi ki, biz günahdan azad olaq. Pasxa bizlər üçün gəldi ki, biz bu dünyadan azad olaraq yenidən Rəbbə aid olduğumuz kimi ona qayıdaq. Pasxa onun üçündür ki, biz bu dünyada yaşasaq da bu dünyaya bənzəməyək. Biz bu dünyada yaşasaq da biz Rəbbin nuru, Rəbbin duzu olaq. Pasxa həqiqətdə bu Məsihin bizim üçün ödədiyi bir bədəldir. Bu bizim üçün ödənilən böyük bir məbləğdir, can məbləği. Çünki Məsih elə-belə çarmıxa çəkilmədi. Çarmıxdan öncə o hər kəs tərəfindən lənətləndi. O hər kəs tərəfindən tək qoyuldu. Çarmıxa çəkilməzdən öncə o döyüldü, o söyüldü. Hər kəs ondan imtina elədi. Hər kəs onu yüzlərlə günahda günahlandırdı. Amma Rəbb neynədi? Rəbb sustu. Rəbb sustu ki, bugün biz sözə sahib ola bilək. Rəbb orada sustu ki, biz bugün səlahiyyət sahibi olaq deyə. Rəbb sustu ki, biz ölüm bizim üzərimizdən öz hökmünü götürsün deyə. Rəbb sustu ki, bugün biz Rəbbin qarşısına gəlib, Rəbbin adı ilə, yəni Rəbbin iradəsinə uyğun olan bir şeyləri istədikdə, Rəbb onu bizə versin. Rəbb orada çox şey eləyə bilərdi. Bir yerdə, kəlamın bir yerində Rəbb Petrə deyir ki, mən istəsəm, Rəbb 12 legionluq mənə mələkləri göndərəcək ki, onlar mənim müdafiəmdə dayansınlar deyənə. Amma Rəbb sustu. Rəbb heç kəsə cavab vermədi. Rəbb heç kəsin böhtanına böhtan demədi. Heç kəsin pis sözünə pis söz demədi. Rəbb sadəcə sustu. Sustu və susaraq çarmıxa getdi. Və Pasxa bu çarmıxdır. O çarmıxda verilən istirablardır. Pasxa çarmıxda tökülən su və qandır. Pasxa budur. Pasxanı xahiş edirəm, ucuzlaşdırmayaq Pasxanı kuliç səviyyəsinə, rənglənmiş yumurta səviyyəsində. Bu qədər Rəbbin bizə verdiyi qurbanını bu qədər acizləşdirməyək, bu qədər ucuzlaşdırmayaq. Kuliç yeyə bilərsiniz, yumurtaları rəngləyə bilərsiniz. Amma bunun Pasxaya heç bir adiyyatı yoxdur, heç bir adiyyatı yoxdur. Çünki Pasxaya görə Rəbb öz göylərini qoyub, padşahlığını qoyub yer üzünə endi. Pasxaya görə Rəbb öz möhtəşəmliyini, öz varlığını, öz bilirsiniz, alfa omeqalığını qoydu bir kənara və yer üzünə düşdü ki, bizə bərabər olsun. Bizlə bir yerdə otursun, bizlə bir yerdə dursun, bizimlə yesin, bizimlə şənlənsin, bizimlə ağlasın, bizimlə gülsün və sonra öz canını çarmıxda verərək bizi əbədiliyə aparsın deyənə. Pasxa budur. Məsələn, mən yenə də deyirəm, yəni kuliç yemək və yaxud o kuliçi pişirmək, bu günah deyil, bu günah sayılmır. Və yaxud yumurtanı rəngləmək, bu günah sayılmır. Amma bunun Pasxaya heç bir adiyyatı yoxdur. Bunun Məsihlə heç bir adiyyatı yoxdur. Bunun Məsih o çarmıxda elədiyi bir şeylərlə heç bir adiyyatı yoxdur. Siz onu nə vaxt istədiyiniz vaxtda pişirə də bilərsiniz, alıb yeyə də bilərsiniz. Hər birinizin üzərinizdə Rəbbin xeyir duası olsun. Amma xahiş edirəm, Pasxa
bir başqa şeydir. Pasxa yeni həyatdır. Pasxa Rəblə birləşməyimizdir. Pasxa bizim və Rəblə arasında olan o divarın sınmasıdır. Yenidən Rəbbə qayıtmamızdır. Pasxa budur. Pasxa iblisin üzərinə qalib gəlməkdir. Pasxa günahın üzərimizdə olan o səlahiyyəti tamamilə darmadağın eləməkdir. Pasxa budur.